əziz şagirdlər və abituriyentlər. Mən İşıq Nöqtəsi Tədris Mərkəzinin riyaziyyat müəllimi İbayeva Nuray. Əgər siz də buraxılış və ya blok imtahanına hazırlaşırsınızsa, videoları davamlı izləməyi unutmayın. Çünki burada bütün mövzuların izahı və faydalı məlumatlar var. İndi isə gəlin bugünkü mövzumuza keçək. Bugünkü mövzumuz dördbucaqlı və çoxbucaqlardır. Dördbucaqlılar nəyə deyilir? Bir düz xətt üzərində olmayan dörd nöqtəni arcıq birləşdirərkən alınan fiqura dördbucaqlı deyilir. Məsəl üçün, arcıq bir dördbucaqlı, daha doğrusu nöqtələr qoyaq, dörd dənə. Bunları birləşdirək. Burada nöqtələr, bu nöqtələr dördbucaqlının təpələri adlanır. Gəlin adlandıraq A, B, C, D. Burada A, B, C, D bu dördbucaqlının təpə nöqtələridir. Daha sonra bu kiçik hərflə yazdığım A, B, C, D isə bu dördbucaqlının tərəfləri adlanır. Dördbucaqlının daxili və xarici bucaqların cəmi 360 dərəcədir. Gəlin göstərək əvvəlcə. Alfa, beta, gamma və fi. Həmçinin bunun xarici bucağını göstərək. Alfa iştirik, fi iştirik, gamma iştirik və beta iştirik. Yəni burada alfa plus beta plus gamma plus B bərabərdir 360 dərəcəyə, həmçinin alfa iştirik plus beta iştirik, üstəgəl gamma iştirik, üstəgəl fi iştirik bərabərdir 360 dərəcəyə. İndi isə dördbucaqlının növlərinə və onların xassələrinə baxaq. Birinci dördbucaqlımız paralelogramdır. Paralelogram qarşı tərəfləri paralel olan dördbucaqlıya deyilir. Belə təsvir olunur. A, B, C, D. Burada AB və CD tərəfləri paraleldir. Həmçinin BC və AD tərəfləri paraleldir. Həmçinin qarşı tərəfləri paraleldir və həmçinin qarşılı tərəfləri bərabərdir. Paralelogramın, yəni bura A-dırsa, burada A-dır, bura B-dirsə, burada B-dir. Və qarşı bucaqları da bərabərdir. Yəni bura alfa-dırsa, burada alfadır, bura beta-dırsa, burada beta-dır. Və bir tərəfə bitişik bucaqların cəmi də 180 dərəcədir. Çünki baxın, alfa üstəgəl beta, üstəgəl alfa, üstəgəl beta bərabərdir 360 dərəcədə. Burada 2 alfa bərabər üstəgəl 2 beta bərabərdir 360. Hər tərəfi 2-yə bölsək, alfa plus betanın cəmi də 180 dərəcədir. Daha sonra paralelogramın diaqonalları kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Yəni bura D1, burada D1 olur, burada D2-dirsə, burada D2 olur. Ümumilikdə D1, D2 götürsək, diaqonalları tərəflə əlaqə düsturu var diaqonalların. Yəni bu D1 kvadrat plus D2 kvadratı bərabərdir 2 vurulsun A kvadrat plus D kvadrat düsturudur. Misallarda bizə lazım olacaq. Burada D1, D2-ni ümumi şəkildə götürmüşəm. Əgər buradakı kimi hesablamaq istəsək, yəni 2D1-in kvadratı üstəgəl 2D2-nin kvadratı bərabər olacaq 2 vurulsun A kvadratı üstəgəl B kvadratı ilə hesablanacaq. Daha sonra isə digər dördbucaqlıya keçək. Bu rombdur. Romb isə qarşı tərəfləri paralel olan və bütün tərəfləri bərabər olan dördbucaqlıya romb deyilir. Belə təsvir olunur. Paralelograma oxşuyur, amma paralelogramda yalnız qarşı tərəflər bərabər idi. Rombda isə bütün tərəflər bərabərdir. Bunu da adlandıraq A, B, C, D. Bütün tərəflər bərabər olduğu üçün hər tərəfə A, A yazacağıq. Və burada qarşı bucaqlar bərabərdir. Alfa, alfa, beta, beta. Biz təbii ki bilirik ki, bütün fiqurların perimetri onun tərəflərinin cəminə bərabərdir. Bayaq paralelogramda qeyd etmədim. Paralelogramın perimetri 2 vurulsun A plus B-dir. Burada da rombun perimetri 4A-ya bərabər olacaq. Və burada da diaqonallar kəsişir. Kəsişmə nöqtəsində yarıya bölünür və diaqonalları perpendikulyardır burada. Və diaqonalla tərəf arasındakı əlaqə düsturuna baxaq. D1 kvadrat üstəgəl D2 kvadrat bərabərdir 4A kvadratına. Yəni bu D1-dir, tutaq ki, bu da D2-dir. Düsturumuz bu şəkildə olacaq. Daha sonra isə düzbucaqlıya baxaq. Düzbucaqlı nədir? Bütün bucaqları
Düz bucaq olan paralleqrama düz bucaqlı deyilir. Çəkdim. Düz bucaqlı da paralleqram kimi qarşı tərəfləri paraleldir. A, B, C, D və qarşı tərəfləri bərabər. Yəni, bura A-sı buradadır, bura B isə burada B-dir. Sadəcə, bütün bucaqları düz bucaqdır. Paralleqramdan buna görə fərqlənir. Və diagonalları yenə kəşir, kəşmə nöqtəsində yarıya bölünür. Burada da diagonalla tərəf arasındakı əlaqə D bərabərdir. A kvadrat kök altında A kvadrat düz B kvadrata bərabər. Bu hardan gəlir? Pifaqor düsturundan gəlir. Çünki biz baxsaq, diagonalın birini silirəm, daha aydın görünsün deyə. Baxın, bu diagonaldır. Düz bucaqlı üç bucaq yaranır burada. Biz demişdik ki, Pifaqora görə hipotenuzun kvadratı, yəni B-nin kvadratı bərabərdir katetlər kvadrat cəminə. Yəni A kvadrat üstə gəlib B kvadratına bərabərdir. Biz bunun kök altına salsaq, kök altında A kvadratı düz B kvadratı. Yəni buradan yaranır bu düstur. Daha sonra isə kvadrata baxaq. Kvadrat isə bütün tərəfləri və bütün bucaqları bərabər olan forma kvadrat deyilir. Bütün bucaqları düz bucaqdır, bütün tərəfləri A-dır. Təbii ki, qarşı tərəfləri də paraleldir. Və burada diagonallar bərabərdir, yenə və kəşmə nöqtəsində yarıya bölünür. Burada isə D bərabərdir A kökdə 2-yə. Yenə bu da Pifaqordan alınır. Həmçinin perimetri də 4A'ya bərabərdir. Daha sonra 4-ünü ümumiləşdirək yenidən bütün xassələrinə baxaq. 4 fiquru da çəkəcəm burada. Paralleqram, romb, düzbucaqlı və kvadrat. Ortaq cəhətləri və fərqli cəhətlərini yenidən deyək. Paralleqramın qarşı tərəfləri paraleldir və qarşı tərəfləri bərabərdir. Həmçinin düzbucaqlının da qarşı tərəfləri bərabərdir və paraleldir. Daha sonra rombun və kvadratın bütün tərəfləri bərabərdir. Amma rombla paralleqramda qarşı bucaqlar yalnız bərabərdir. Amma düzbucaqlı ilə kvadratda bütün bucaqlar düzbucaqdır. Gəlin bunu qeyd edək. Bütün bucaqlar düzbucaqdır. Və burada qarşı tərəflər, yalnız qarşı qardaş bucaqlar bərabərdir yalnız. Alfa, alfa, beta, beta, A, beta, alfa, beta. Daha sonra hər birində diagonallar kəşir və kəşmə nöqtəsini yarıya bölünür. Amma paralleqramla düzbucaqlıda diagonallar tənbölən deyil. Amma kvadratla rombda diagonallar həmçinin bucaqların tənbölənidir. Və yalnız rombda düzbucaq altında kəşirlər, diagonallar, yəni perpendikularlar diagonallar bir-birinə. Daha sonra paralleqramın perimetri 2 vurulsun A plus B-yə bərabərdir. Düzbucaqlının da perimetri 2 vurulsun A plus B-dir. Rombun perimetri 4A'dır, həmçinin kvadratın da perimetri 4A'dır. Daha sonra diagonalla tərəf arasındakı düstur burada D1 kvadrat plus D2 kvadrat bərabərdir. 2 vurulsun A kvadrat plus B kvadratına bərabərdir. Rombda isə D1 kvadrat üstə D2 kvadrat bərabərdir. 4 vurulsun A kvadratına. Burada isə kvadratla düzbucaqlı diagonallar həmçinin bərabərdir. Ona görə burada diagonal bərabərdir A kvadrat plus B kvadratına. Burada isə diagonal bərabərdir A kökdə 2. Bu da həm fərqli xassələri, həm də eyni xassələri. İndi isə trapesiyaya baxırıq. Trapesiya iki tərəfi paralel olan dörd bucaqlıya deyilir. Belə təsvir olunur. Burada yalnız oturacaqlar paraleldir. Adlandıraq A, B, C, D. Burada B, C ilə AD paraleldir. Həmçinin yan tərəfindən bitişik bucaqların cəmi də 180 dərəcədir. Yəni, məsələn, alfa, beta, burada gamma adlandırsaq, burada alfa ilə betanın cəmi 180 dərəcədir. Gamma ilə də fi'nin cəmi 180 dərəcədir. Və trapesiyanın orta xətti var. Orta xətt oturacağa paralel çəkilmiş düz xəttdir. Buranı da M-in adlandıraq. Burada M oturacaqların cəminin yarısına bərabərdir. Yəni, BC üzərinə gəlsin. AD bölünsün 2-yə bərabərdir.
Daha sonra isə trapesiyanın növlərinə baxaraq. Trapesiya 2 cür, daha doğrusu 3 cür olur. Birinci, bərabər yanlı trapesiyaya baxaq. Adından da göründüyü kimi yan tərəfləri bərabərdir. A, B, C, D. Bura A-dır, bura B-dir, burada C, C olur. Və burada oturacağı bitişik bucaqlar bərabərdir. Yəni, bura alfadırsa, burada alfadır, bura betadırsa, burada betadır. Daha sonra düzbucaqlı trapesiyaya baxaq. Düzbucaqlı trapesiyada yan tərəfi oturacağına perpendikülər olur və belə təsvir olunur. A, B, C, D. Burada AB həm BC-yə perpendikülərdir, həm də AD-yə perpendikülərdir. Və A bucağı da, B bucağı da düz bucaqdır. Və digər trapesiyada, müxtəlif tərəfli trapesiyada ilk təsvir elədiyimiz A, B, C, D. Burada tərəflər A, B, C, D olur və perimetrdə A plus B plus C plus D-yə bərabərdir. Bərabər yanlıda isə perimetr A üzərinə gəlsin B, üzərinə gəlsin 2C-yə bərabərdir. Burada da tərəflər həmçinin müxtəlifdir. İndi isə çoxbucaqlılara baxaq. Çoxbucaqlılar sınıq xətlərdən yaranır. Sınıq xətlər nədir? Arcıl nöqtələr və arcıl parçalardan birləşmiş fiqura deyilir. Yəni, sınıq xət belə təsvir olunur. Belə təsvir olunur. Bu da sınıq xəttin nöqtələridir. Əgər bu sınıq xətlər qapalı olarsa, bu zaman çoxbucaqlı yaranır. Yəni, biz gəlin bunu qapalı şəkildə təsvir edək. Belə bir sınıq xətlərin birləşməsindən düz çəkək. Bu fiqur olur çoxbucaqlı. Çoxbucaqlı iki cür olur, qabarıq və çökük çoxbucaqlı. Çökük çoxbucaqlı bəzən qabarıq olmayan da çoxbucaqlı deyilir. Bu nədir? Əgər çoxbucaqlının bir tərəfindən keçən düz xətt çoxbucaqlını kəsmirsə, bu qabarıq çoxbucaqlıdır. Yəni, məsələn, bu tərəfdən bir düz xətt keçirsən, görürəm ki, çoxbucaqlını kəsmir. Bu ona görə qabarıq çoxbucaqlıdır. Amma belə bir fiqur götürsək, bu çökük çoxbucaqlıdır. Çünki, məsələn, bu tərəfindən bir düz xətt keçirsən, bu fiquru kəsir. Ona görə bu çökük çoxbucaqlı və yaxud da qabarıq olmayan çoxbucaqlı adlanır. En tərəfi olan çoxbucaqlıya en bucaqlı çoxbucaqlı deyilir. Və indi isə çoxbucaqlılara aid bəzi düsturlara baxaq. Bütün çoxbucaqların xarici bucaqları 360 dərəcəyə bərabərdir. Xarici bucaqların cəmi 360 dərəcədir. Daxili bucaqların cəmi isə 180 vurulsun n-2 düsturu ilə hesablanır. Daha sonra bir təpədən çıxan diaqonalların sayı isə, belə yazaq, bir təpədən çıxan diaqonalların sayı. N-3 düsturu ilə hesablanır. Bütün diaqonalların sayı isə n vurulsun n-3 böl 2 düsturu ilə hesablanır. Yəni, bu nə deməkdir? Məsələn, biz 6 bucaq çəksək, bir təpədən çıxan, yəni məsələn, bu təpəsini götürürəm, buradan diaqonalların sayı. N-in yerinə 6 qoyacağıq. Burada olacaq 3. Həqiqətən də bir təpədən çıxan diaqonalların sayı 3-dür. Amma ümumi diaqonalların sayı hər təpədən çıxan diaqonalların sayıdır. Belə. Daha sonra isə düzgün çoxbucaqlıya aid bəzi düsturlarda deyim. Düzgün çoxbucaqlı nədir? Bütün tərəfləri və bütün bucaqları bərabər olan çoxbucaqlıdır. Yəni, məsələn, biz bərabər tərəfli 3 bucaq keçmişdik. Orada bütün tərəflər bərabər idi və bütün bucaqlar da 60 dərəcə idi, yadınızdadırsa. Daha sonra indi isə kvadrat keçdi. Kvadratın da bütün tərəfləri və bütün bucaqları bərabər idi. Bütün bucaqlar 90 dərəcə idi və yenə bütün tərəflərində aynen işarə edə bilərik. Daha sonra bugün çoxbucaqlı yenə keçdi. Çoxbucaqlı məsələn 6 bucaqlı çəkək. Burada da yenə bütün tərəfləri A-dır və bütün bucaqlar da bərabərdir. Alfa, 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 burada alfadır, alfa, alfa. Aha. Biz burada bir xarici bucaq çəkəcəm, beta. Ümumiyyətlə, çox bucaqlarda xarici bucaqlar beta ilə işarə olunur, daxili bucaqlar alfa ilə.
Biz bir betdən tapsaq, bu ancaq düzgün çoxbucaqlara aid düsturdur. Bir bettamız 360 dərəcə bölünsün n düsturu ilə hesablanır. Alfa isə bayaqki düsturdan dedik ki, 180 vurulsun n-2 böl n-dən hesablanır. Gəlin 6 çoxbucaqlını biz daxili bucağını tapaq. 180 vurulsun 6 çıx 2, çünki 6 tərəflidir, bölünsün 6. 180-dən 6-ya gedəcək 30, 30 vurulsun 6-dan 2 çıxanda 4, bərabərdir 120 dərəcə. Demək ki, 6 tərəfli çoxbucaqlının bir daxili bucağı 120 dərəcəymiş. İndi isə diaqonallar düsturuna baxaq. Diaqonallar düsturu nədir? Düzgün çoxbucaqlıdan böyük diaqonal budur. Daha sonra həmçinin budur. Böyük diaqonal düsturu 2a-ya bərabərdir. Kiçik diaqonal isə kökdə 3a-ya bərabərdir. Bu düsturları bilməniz, misalları da yaxşı həll eləmənizə kömək edəcək. Bugünkü dərsimiz bu qədər. Gələn dərslərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.